Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bu gün Azərbaycanda bir o qədər də populyar olmayan, lakin Amerikada kifayət qədər məşhur bir smartfon brendi haqqında sizə məlumat verəcəm. Əminəm ki, ölkəmizdə spesifik də olsa bu şirkətin smartfonlarının alıcıları var. Söhbət Androidin ana şirkəti olan Google'un istehsal etdiyi Pixel smartfonlarından gedir və mən bu gün sizə Pixel 10 haqqında danışacağam. Əmin ola bilərsiniz ki, tam tərəfsiz, həm müsbət, həm də mənfi tərəflərini birlikdə dəyərləndirəcəyik. İlk olaraq Google Pixel 10'un Azərbaycanda satış qiymətindən başlayaq. Model 12 GB-lıq RAM və 128 GB-lıq daxil yaddaş seçimində nağd alış zamanı kontakt.az-da 1900 manata təqdim olunur. Hazırda gördüyünüz kimi smartfon üçün düz 400 manat endirim var. Pixel'in bu il nəzərdə tutulan sadə modelinin bu qiymətə satışda olması əslində bizə deməyə imkan verir ki, bu smartfon flaqman xəttin cihazdır və əsas bazar rəqibləri də iPhone 17 və Galaxy S26 kimi smartfonlardır. Əsas sual isə belədir. Google bu qiymət segmentində belə yüksək qiymətə bizə nəyi verir, nəyi əsirgiyir? İlk olaraq dizayn. Artıq illərdir ki, Google'da iPhone və Samsung kimi bazarda öz dəst xəttini yaradıbdı. Yəni kənardan baxanda tam hiss elətdirir ki, mən Çin smartfonu deyiləm. Öz dizaynım, öz fəlsəfəm var. Sözsüz ki, modeldə bu fəlsəfənin arxasında kompakt olmaq dayanır. Çünki o da rəqibləri kimi 6.3 düymlük ekran ölçülü smartfonlar sinifindədir və bunun yanında istili yaxşı paylayan alüminium gövdəsi Gorilla Glass Victus 2 ilə qorunan ön-arxa şüşə paneli var. Hər nə qədər sadaladığım iki rəqibinə görə ağır, qalın və hiss olunan ekran çərçivələrinə sahib olsa da, arxada olan kamera bloku böyük çıxıntılı gəlsə də, Google çirkin smartfondur deməyə adamın dili gəlmir. Açığı bilmirəm niyə, bəlkə rənginə, bəlkə arxasındakı bu G logosuna, hamar kənarlarına, sudan tozdan tam qorunan IP68 sertifikatlı gövdəsinə görə Google Pixel 10 mənim üçün çox xoş, rahat və sözsüz ki, premium görüntü verən bir smartfondur. Hələ bunu masanın üzərinə qoyduğum görüşlərdə pis rəylərlə geri dönüş almamışam. Maraq yaradır və insanlar bəlkə də sadəcə Google'u Google olduğu üçün sevirlər. Modeldə bir fiziki sim girişi və əlavə eSIM dəstəyi var. Yəni 2 nömrədən biri mütləq eSIM olmalıdır. SD kartla da daxil yaddaşı artırmaq mümkün deyil. Ona görə də əgərsə böyük daxil yaddaş həcmi lazımdırsa, elə birbaşa Pixel 10 Pro modelini almağı məsləhət görərdim. Ekranla davam eləyək. Pixel 10 6.3 düymlük 120 Hz-lik OLED paneli ilə premium ekranlı smartfonlar bazarında yarışır. Maksimum səviyyədə 2000, pik səviyyədə 3000 nitə qədər qalxan parlaqlıq, HDR10 Plus dəstəyi, hər düymə düşən 442 piksel sayı sözsüz ki, kağız üzərində yaxşı rəqəmlərdir. Amma bu ailədə onu böyük qardaşlarından fərqləndirən bir önəmli detal var ki, məncə onu bilsəz yaxşı olar. Bu dediyim detal panelin LTPO tipli olmamasıdır. Daha aydın izah etsəm, yəni ekranda olan yenilənmə tezliyi 60 və 120 Hz aralığında dəyişir. Böyük qardaşlar isə bunu 1 və 120 Hz aralığında etməklə enerjini daha səmərəli istifadə edə bilirlər. Üstəlik rəqibləri iPhone və Samsunga görə ekran çərçivələri əməlli başlı hiss olunur. Mən düşünürəm ki, Pixel 10 belə ön görüntüsü ilə flaqman nədir, heç orta segmenti belə xatırlatmır. Uzun sözün qısası, ekranı fantastik deyil, daha yaxşısı var və o yaxşısı da Pro və XL modellərindədir. Batareyası ilə davam eləyək. Pixel 10 həm iPhone 17, həm Galaxy S26-dan daha çox tutuma və daha sürətli vaxt göstəricisine sahibdir. 4970 mAh-lıq lityum-ion texnologiyalı batareya naqilli formada 30, naqilsiz isə 15 W'lıq sürət təklif edir. Üstəlik bu iki modellərin daxilində Pixel Snap adlanan Apple ekosistemi ilə də uyumlu maqnit var. Bu imkan verir ki, həm naqilsiz enerji cihazını, həm powerbankı, həm əlavə təklif olunan aksesuarları maqnit səhtə arxadan yapışdırasınız. Bir daha qeyd edeyim ki, maqnit elə formada yerləşdirilib ki, Apple ekosisteminin MagSafe aksesuarlarını tam olaraq dəstəkləyir. Yəni bəlkə də əslində bayaq qeyd elədiyim qalınlıq və ağırlıq məsələsi elə bundan qaynaqlanır. Əslində bəlkə yox, məhz səbəbi budur. Çünki Google balaca gövdəsinə baxmayaraq təqribən 5000 mAh-lıq batareya həcmi təklif edir ki, bu rəqəm rəqiblərində daha da aşağıdır. Nəticəyə baxanda naqilli formada cəmi 30 dəqiqə ərzində 55% enerji əldə edir. Pis nəticə deyil, doğrudur. Çin brendləri ilə müqayisəyə gəlməz, amma iPhone 17 və Galaxy S26-dan bu mənada ən azından kağız üzərində yaxşı nəticədir. İşin texniki tərəfi də kifayət qədər maraqlıdır. Google öz ənənəsi ilə davam edərək bu ildə Pixel seriyasına Tensor çiplərini veribdir. Pixel 10 3 nanometrlik arxitekturaya sahib olan Tensor G5 çipindən güc alır. Lakin ötən illərdəki modellərdə olan çiplərdən fərqli olaraq bu ilki Tensor'a Samsung yox, TSMC istehsal edir. Yəni Apple'ın, Snapdragon'un, MediaTek'in çiplərinin istehsalçısı. Bu yaxşı xəbərdir. Pis xəbər isə bu 8 nüvəli çipin öz sələfindən 37% daha güclü olmasına baxmayaraq Apple və
Snapdragon'un son çiplərindən performans baxımından ən az 2-3 nəsil geridə qalmasıdır. Yəni Pixel 10-dan iPhone 17 və Galaxy S26 performansına çatmaq müşkül məsələdir. Qiymətlərinin hardasa eyni segment olduğunu nəzərə alanda Google niyə hələ də tensorlarla davam eləyir? Gəlin bunu aydınlaşdıraq. Səbəbi əslində sistemdə və süni intellekt imkanlarında gizlidir. Google tərəfi bir növ Apple kimi davranır. Belə izah edeyim. Google deyir ki, Android sistemindən mənimdir, süni intellekt Gemini-da. Mən daha az performans xərcləyərək daha optimal sistem təqdim edə bilərəm. Yəni bir növ benchmark testlərinə baxmırlar. Əsas hədəfləri sistemin stabil çalışması və süni intellekt imkanlarını ən yaxşı şəkildə emal etməsidir. Sırf buna görə də rəqəmlərlə müqayisə edəndə performans baxımından rəqiblərindən geridə qalsa da, tətbiq, axıcılıq və AI imkanları tərəfində bunu demək olmaz. Həm sistemin onlara məxsus olması, həm Gemini-nin bütün imkanlarını öz saf Androidlərində tətbiq etmələri bir növ Google-u Android cəhbəsində iOS-ə sahib Apple eləyibdir. Sistemdən danışırıqsa, əgər ki, davamlı 7 il Android tərəfində yenilənmələri hamıdan birinci almaq istəyirsinizsə, sözsüz ki, Pixel 10 bunu təmin eləyəcək, çünki sistemin istehsalçısının smartfonudur və ən son yenilikləri məhz öz cihazlarına birinci verirlər. Özü də nə az nə çox düz 7 il. Belə götürsək, 1900 manat xərcləyib 7 il aktual olacaq bir smartfona sahib olacaqsınız. Bu, hardan baxsan, qulağa xoş gələn bir xəbərdir. Texniki tərəfdə bir incə məsələni də qeyd edeyim. Pixel 10 128 GB-lıq daxili yaddaş seçimində niyəsə UFS 3.1 standartı ilə gəlir. Yalnız 256 GB-lıq versiya və ailənin daha bahalı modellərində yeni yaddaş standartı seçimləri var. Bu səbəbdən də yenə də mən bu ailədən Pro modelini almağın tərəfdarıyam. Həm daxili yaddaşı çox olacaq, həm də UFS standartı yüksəkdir. Bilməyənlər üçün qeyd edeyim ki, bu standart telefonun daxili yaddaşına yazma, oxuma sürətidir və bu göstərici video qeydi, AI modellərinin çalışması, enerji səmərəliliyi baxımından vacib bir elementdir. Və nəhayət kameralar. Ümumilikdə belə təsvir edə bilərik. Bəli, Google-un bu smartfonu iPhone qədər yaxşı video çəkmir. Galaxy S seriyası qədər yüksək pikselli kameralar və yaxşı zoom imkanlarına sahib deyil. Amma dünyanın ən yaxşı rəng emalı mühərrikini və HDR imkanlarını özündə birləşdirir. Üstəlik, süni intellekt tərəfində də bazarın əsas oyuncularından biri hesab olunur. Yəni, əgər təbii dəri tonları, canlı təbiət rəngləri axtarırsınızsa, Pixel bunu hələ də ən yaxşı bacaran smartfonlardandır. Təkcə bir süni intellekt nümunəsini göstərəcəm və siz bu kameranın nə qədər dəyərli olduğunu başa düşəcəksiniz. Məsələn, hər hansısa bir foto çəkən zaman kamera kod xüsusiyyətini aktiv edirsiniz və inteqrasiya olunmuş süni intellekt sizin etmək istədiyinizə uyğun olaraq fotonun daha yaxşı alınması üçün səhnəni qurma təlimatları verir. Yəni, süni intellekt kameradan görüntünü görüb sənə məsləhətlər verir ki, fotonu bu formada çək. Bu da təbii olaraq adi istifadəçini professional fotoqrafa çevirə bilər. Göstəricilərə nəzər salsaq, bu il əsas yenilik ondan ibarətdir ki, sadə Pixel modelində də telefoto kamerası var. Bu, 5 qat optik yaxınlaşdırma dəstəyi verən f3.1 diafragmalı 10.8 megapiksel dəyərində həm avtofokusa, həm də OIS dəstəyinə sahib moduldur və 4K 60 FPS keyfiyyətində video çəkə bilir. Ekranda bu kamera ilə çəkdiyim adi və portret fotoları təqdim edirəm. Dediyim o rəng canlılığı, təbiilik və portretin yaxşı işlənməsinə özünüz diqqət yetirin. Daha 2 kamera var. Bunlardan biri OIS və avtofokusa sahib 48 megapiksellik f1.7 diafragma dəyəri ilə 25 mm-lik genişlikdə olan əsas kamera, digəri o biri kameralar kimi avtofokusa sahib, lakin OIS-i dəstəkləməyən 13 megapiksellik f2.2 diafragma genişliyində 120 dərəcəlik bucaq altında görüntülər qeydə ala bilən ultra geniş bucaqlı kameradır. OIS-dən başqa ultra geniş bucaqlı kamera maksimum 4K 30 FPS video çəkməsi ilə də digərlərindən geridə qalır. Qeyd edim ki, ana və telefoto kamerasında bu dəyər 4K 60 FPS-dir. Xülasə, həm adi, həm ultra geniş bucaqlı kamera ilə müxtəlif işıqlandırmalarda çəkdiyim fotoları sizə təqdim edirəm. Şəxsi düşüncəm belədir ki, rəng, görüntü emalı, süni intellekt imkanı tərəfində bazarda rəqibsiz cihazlardan biridir. Lakin kameranın texniki təminatı Samsungdan, video performansı isə iPhone-dan geridədir. Bunu bilmək lazımdır. Öndə olan kamera 10.5 megapikseldir. Piksel azlığına fikir verməyin, çox yaxşı işıq uda bilir və 20 mm kimi geniş lensi var. 4K 60 FPS video qeyd imkanı və xüsusilə də çox sürətli avtofokusa sahib olması onun flaqman cihazı olduğunu bir daha sübut eləyir. Ekranda bir neçə nümunəni sizə təqdim edirəm. Xüsusən də az işıqda və gecə rejimində çəkdiyi fotoları mən bəyəndim. Ümumilikdə kameralarından razı qaldım. Son olaraq smartfonun ən üstün imkanlarından biri olan süni intellektdən də danışıb icmalı yekunlaşdıraq. Məncə çox uzatmağa ehtiyac yoxdur. Digər smartfonlarda gördüyümüz Google Circle to Search və Gemini
məhz Google xidmətləri olduğu üçün ən yaxşı halları ilə Pixel 10 daxilində gəlirlər. Magic Q isə bu il əlavə olunan önəmli bir agentik AI-dır. Bu funksiyanı daha başa düşülən formada desəm, sənin etdiklərini anlayaraq ehtiyac duyduğun məlumatları əvvəlcədən avtomatik şəkildə göstərən süni intellekt funksiyasıdır. O, tətbiqlər arasında məlumatları birləşdirərək sən soruşmadan doğru anda doğru məlumatı qarşına çıxarır. Gmail, kalendar, mesajlar, foto və s. tətbiqlərdəki məlumatları bağlayır, yazışmanı, zəngi və ya ekranı analiz eləyir, uyğun məlumatı klaviatur üstündə və ya ekranda təklif kimi göstərir. Məsələn, dostun sənə yazır ki, uçuşun neçədədir? Magic Q birbaşa Gmaildə olan o maili tapır, həmin maildə olan tarixi çıxardıb ekranda təklif kimi sənə göstərir ki, bu məlumatı dostuna göndər. Belə dostlar, ümid edirəm ki, Pixel 10 haqqında olan bu geniş icmal sizin üçün faydalı oldu. Bacardığım qədər tərəfsiz dəyərləndirməyə çalışdım. Siz isə həmişə olduğu kimi rəylərdə yazın. Bu smartfonu bu qiymətə almağa dəyərmi və bundan sonraki icmalda hansı smartfonu görmək istəyərdiniz?